hər kəsin bədəni bir plana, bir qidalanma rejiminə fərqli cür reaksiya göstərir. Və biz ümumiyyətlə riyazi bir varlıq deyilik. Bizim bədənimizdə hər şey bizim hesabladığımız riyazi hesablamalardan ibarət deyil. İnsanların bazal metabolizması bir-birindən fərqlidir. Bazal metabolizmaya dediyim kimi sizin hormonal statusunuz, sizin enerji dalğalanmalarınız, sizin daha sonra stres səviyyəniz, yuxu səviyyəniz təsir edir. Və bunları göz ardı edə bilmərik. Və buna görə hər kəsə eyni cür yanaşa da bilmərik. Və əgər bir insan həqiqətən də arıqlamaq istəyirsə, bəsit bir formul var əslində. Ta qədimlərdən gələn. Daha az ye, o yediyindən daha çox enerji yandır. Amma bu enerji yandırmaq dediyim kimi şərt deyil ki, siz gedib 3 günə, 5 günə bu qədər enerji yandırasınız. Ümumiyyətlə 3-5 günə 10 kilo verim, 5 kilo verim. Buna ehtiyac yoxdur. Bu təhlükəli bir variantdır. Ümumiyyətlə bir insan nə qədər tez